Maşını biri gəlib vuran kimi düşüb qışqırma ki, sən gözün kördür, görmürsən. Düşüb deyəsən ki, elə bil ki, məsələn deyirəm bunları misal üçün. Düşüb deyəsən ki, deyəsən biraz fikirlisən, ola bilər, nəsə problemin var. Sənin maşını vuranı düşüb sən sakitləşdirəsən. Allahın hadisələrdə işi budur. Kaş belə insanlar maşınımızı vura, ya gedək o adamların maşınını vura, belə arif adamların. Ki düşə sənə xoş danışa, mehriban danışa, deyə narahat olma. Onsuz da o dəmirdir, düzələcək. 5 manat, 10 manat o yandan, bu yandan, amma məqsəd var bu işlərdə. Allah istəyir səni yetişdirsin. Allah istəyir sən öz zəifliyini tapasan bu hadisələrlə. Biri sənə bir cür baxdı, onun arxasında Allah nə deyir? Biri sənə nəsə dedi, onun arxasında Allah nə deyir? Biri səni təriflədi, orada nə söz var? Biri səni tənqid elədi, hətta haqsız sənə nəsə bir söz dedi. İçində yandın ki, bu mənə qarşı insafsızlıq elədi. Bu hadisələrin arxasında bax gör ki, Allah nə deyir? Kimisə ittiham eləyib üstündən keçmə hadisələri.